Məryəm ulduzlara və planetlərə xüsusi maraq göstərən bir qızdır. O hər axşam etdiyi kimi yenə ulduzlara gecəniz xeyrə deyir. Yatmağa hazırlaşır. Dərin yuxuya gedir. Yuxusunda kosmik gəmisi ilə kosmosa səyahət etdiyini görür. O kosmik gəmisi ilə planetlərin yanından sürətlə keçir. Məryəm tanımadığı bir planetin səthinə eniş edir. Orada güclü küləklə mübarizə aparmağa başlayır. Dövlətimizin bayrağını görür və anlayır ki, buraya addım atan ilk insan o deyil. Kosmik gəmi görür, onu izləyir. Yanından kosmik aparatın keçdiyini görür. Onunla birlikdə getməyi qərar verir. Kosmik aparatla birlikdə planetin təbiətini öyrənirlər. Məryəm təəccüblə və heyranlıqla planetin təbiətini izləyir. Onlar birlikdə gedərkən ikinci bir kosmik aparatla rastlaşırlar. Məryəm ikinci kosmik aparatın arxasına düşmək istəyir. Lakin Məryəmin kosmik gəmisi gəlir və Məryəm yuxusundan oyanır. O yatağından düşüb ulduzlarla və aya yenidən baxır.